Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb. Mansıt-Azın məlumatına görə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müvafiq əmri ilə Qalina Mehdiyeva bir müddət öncə təhsil müəssisəsinin Mexanika Riyaziyyat Fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika riyaziyyat elmləri doktoru, əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. Qeyd edək ki, Vaqif İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır. Xatırladaq ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva ötən gün Azərbaycan Tibb Universitetinin Onkologiya klinikasında müalicə işləri üzrə direktor müavini və 2-ci cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrindən azad edilib.